aqil insan günah etdikcə, yəni bəndədir, bəşərdir, günah edəcək. Lakin günah edirsə həmən tövbə eləməlidir ki, birdən bəla gələr. Birdən qəlbim qaralar. Çünki hər günah səbəbi ilə qəlbə bir qara nöqtə düşür, yoxsa yox. O qara nöqtəni qaldırmaq üçün yeganə səbəb istiğfardır. Başqa o qara nöqtəni qəlbindən silə bilməz. Bu ağ vərəq deyir ki, nəsə bir nöqtəni qoydum, sonra onu sildim və üstündən bir ağ karandaşla getdim. Xeyr qardaş. O qəlbdə olan qara nöqtəni silməyin yeganə yolu istiğfardır. Tövbə eləmək, ardınca salih əməllər etmək ki, Allah Teala onu bağışlasın, tövbəsini də qəbul eləsin. Ona görə insan günah edirsə, təbii günaha məhkumdur, lakin tövbəsini artırmalı, istiğfarını çoxaltmalıdır ki, Allah Teala onu əfv eləsin, bağışlasın, onu buna görə cəzalandırmasın. İbn Teymiyyə deyir ki, rahimehullah, Allah Teala deyir, xəstəlikləri də bildirib bu kitabında, Quranda. O xəstəliklərin dərmanını da bildirib. Deyib, xəstəliklər, günahlar da dərmanı da istiğfardır. Daha da getdi. Günah elədin qardaş, istiğfardan başqa çarən yox. Tövbədən başqa çarən yox. Başqa cür o qara nöqtə qəlbdən silinməz. Ona görə daima insan həmişə elə olmalı. Günah elədin qardaş, həmən istiğfar elə.